Bugün tətildən sonra ilk hazırlığımıza gedirik. Güya 3 gün tətildə olduq, yəni heç hiss eləmədim tətil necə gəldi, keçdi. Müəlliməmiz yəni çox sağ olsun, çoxlu test vermişdi. Axşam test eləyəndən sonra birdən-birə rəsk gəlim, işığa dəydi və kravata düşdüm, yatdım. Burada isti yatağımla sağollaşmağa çalışıram, heç getmək istəmirdim. Burada da sevincli hazırlaşıram, gedirəm hazırlığa. Havalar son zamanlar çox dəhşət dərəcədə soyuq olduğu üçün alt-üst geyinirəm. Düşünürəm ki, görəsən yatım, getməyim bəlkə hazırlığa. Nəysə, düşüncəm çox çəkmir, bir də görəm qapının ağzındayam. Yenə çox sevincli bir şəkildə, xoşbəxt şəkildə gedirəm hazırlığa. Yollar bomboş olduğunu görəndə vapredəli olam. Burada soyuqdan bir balaca üşüdüyüm üçün bürünürəm. Yolların yenə də boş olduğunu görüb bəlkə deyirəm evə qayıdımmı, qayıtmayım mı deyə düşünürəm biraz. Burada maşınlar mən keçirəm deyə yol verdi, bilmirəm niyə. Nəysə, gəlib çatdıq canım hazırlığıma. Burada testləri necə səhvsiz yazdığımı görürsünüz də. Burada müəllimə baxır, mən də göyə diqqətlə dərsə qulaq asırmış kimi eləyirəm. Yenə soyuqdan dona-dona evə qayıdıram və video bu qədər idi, sağ olun.